Salam, hər vaxtınız xeyir olsun. Biz hazırda Azərbaycanın ən maraqlı etno məkanlarından biri olan İçərişəhər Abad Etno Butikindəyik. Abad Etno Butikin hazırki fəaliyyəti, uğurları, gələcək hədəfləri və öz alıcılarına qatdığı dəyərlər barədə izləyicilərimizi daha ətraflı məlumatlandırması üçün Abadın Marketinq, Beynəlxalq və İctimai Əlaqələr Departamentinin müdürü Nərmin xanım Məmmədli ilə həmsöhbət olacaq. Nərmin xanım, xoş gördük, salamlayıram sizi. Hər vaxtınız xeyir, xoş gəlmisiniz. Bugün biz burada Abad Publik Hüquqi Şəxsin satış mərkəzlərindən biri olan İçərişəhər Abad Etno Butikindəyik. Burada təqdim olunan bütün məhsullar yerli sənətkarların, mikro, kiçik, orta sahibkarların və ailə bizneslərinin hazırladığı məhsullardır. Mən deyərdim ki, bura təkcə satış mərkəzi deyil, həmçinin bura Azərbaycan mədəniyyətinin canlı nümayiş etdirən bir məkandır. Həmçinin bu məkanın İçərişəhərdə yerləşməsi belə Etno Butiki daha xüsusi edir. Çünki İçərişəhər tariximizin, mədəniyyətimizin mərkəzlərindən biridir. Buraya gələn turistlər yalnız məhsul almırlar, həmçinin onlar burada bizim mədəniyyətimizi görürlər, bizim tariximizi görürlər, həmçinin fərqli və xoş bir xatirə ilə geri dönürlər. Təqdim olunan bütün məhsullar sırf bizim abadçılarımız tərəfindən hazırlanır. Ümumiyyətlə, Abad Publik Hüquqi Şəxs mikro, kiçik və orta sahibkarlara dəstək göstərən bir platformadır. İdeyadan rəflərə yanaşması ilə çox uğurlu bir sosial biznes modelidir. Burada sahibkarlar yalnız öz məhsullarının satışı ilə kifayətlənmirlər. Həmçinin bu satış mərhələsinə qədər olan bütün proseslərdə Abad sahibkarların yanındadır və bütün bu xidmətləri onlar üçün göstərir. Ümumiyyətlə, məhsullardan əldə olunmuş bütün gəlirlər, bu vəsait abadçıların birbaşa bank hesablarına köçürülür. Bu da öz növbəsində ailə bizneslərinin daimi bir gəlir əldə etməsinə öz töhfəsini verir. Ümumiyyətlə, Abadda təqdim olunan bu məhsulların üstünlükləri ondan ibarətdir ki, bu məhsulların hər biri əl əməyinə əsaslanır. Bu məhsullar unikaldır və heç bir təkrar olunmur. Bunlar yerli istehsalçılar tərəfindən hazırlanır. Kütləvi istehsalat deyil və fərdi hazırlanır. Etno butikimizdə müxtəlif, deyərdim ki, mədəniyyətimizin müxtəlif istiqamətləri üzrə, sahələri üzrə sənətkarlıq nümunələri burada siz tapa bilərsiniz. Həmçinin burada bəzi qida məhsullarımızın satışı da mövcuddur. Elə bir qida məhsullarıdır ki, onların rəf ömürləri uzun olur və xüsusi bir saxlanma şəraiti tələb etmir. Məsələn, buraya aiddir ballar, çaylar, bəzi təbii yağlar, həmçinin mürəbbələr, quru meyvələr və bu kimi digər qida məhsullarında satışı mövcuddur. Dekorativ tətbiq xalq sənətkarlığı məhsulları içərisində demək olar ki, bütün mədəniyyətimizin və ölkəmizin bütün sənət növlərini biz burada tapa bilərik. Buraya xalçaçılıq, toxuma, keramika, taxta, oyma, təkəldüz sənəti, miniatür sənəti, vitraj və bu kimi digər sənət nümunələri məhsullarının satışını həyata keçirdirik. Mən sizə bu məhsulların bir qismi ilə sizi tanış edəcəm və haqqında detallı bir məlumat verəcəm. Nərmin xanım, çox sağ olun ətraflı məlumata görə. Hazırki fəaliyyət, uğurlar, hədəflərdən danışdınız. Bəs gələcəkdə prioritetlər nədir? Abad satış mərkəzləri üçün hansı hədəfləri qarşıya qoymusunuz ki, alıcılarımızı, istər yerli, istər xarici, necə məmnun etməyi fikirləşirsiniz? Qarşıda hansı hədəflər var? Ümumiyyətlə, Abad Publik Hüquqi Şəxs artıq 10-cu ildir ki, fəaliyyət göstərir və bu fəaliyyətdə olduğu dönəmdə 700-ə yaxın abadçını öz ətrafında birləşdirə bilib. Həmçinin hər il bizim satış dövriyyəmiz artım dinamikası göstərir və düşünürəm ki, bunların özü belə birbaşa sübut edir ki, bu layihə uğurlu bir layihədir və məhsullara olan o satış və tələbat da günü-gündən artır. Sözsüz ki, bizim də hədəflərimiz və planlarımız bundan ibarətdir ki, yeni istehsalçıları cəlb etmək, satış həcmini daha da çoxaltmaq, həmçinin bu məhsulların geniş auditoriyaya çıxartmaq və Made in Azərbaycan brendi altında Abad məhsullarını beynəlxalq səviyyədə tanıtmaq.
İndi isə istəyirəm ki, izləyicilərimizə necə deyilir, nəzəri hissəni məlumatlandırdıq. Praktiki olaraq göstərək ki, hansı gözəl, dəyərli, milli mənəvi dəyərlərimizi özündə əks etdirən məhsullar Abadın satış mərkəzlərində alıcılara təklif olunur. Satışçı. Onlar haqqında bizə geniş məlumat verəsiniz. Onların çox sağ olun. Siz isə əziz izləyicilər, bizim süjetin irəliləyən dəqiqələrində qeyd etdiyimiz məqamlarla bağlı daha dolğun məlumatlar əldə edəcəksiniz. Ümumiyyətlə burada təqdim olunan bütün məhsullar müştərilər tərəfindən, turistlər tərəfindən xüsusi maraqla qarşılanır və demək istərdim ki, bizim əsas alıcı kütləmiz turistlər təşkil edir və biz də məhsul seçimi etdikdə, məhsullar təqdim etdikdə bu meyarı əsas tuturuq. Çünki turistlər daha çox rahat daşına biləcək, yəni ölçü baxımından daha kiçik, həmçinin milli və mədəni dəyər daşıyan bir məhsul aparmaq istəyirlər özündə. Yəni onlar yalnız suvenir almırlar, onlar Azərbaycan mədəniyyətinin bir hissəsini özlərindən aparmaq istəyirlər və az öncə də qeyd etdiyim kimi demək olar ki, bütün sənət nümunələri burada tapmaq olar və bunlardan da biri mən sizə istərdim bizim bu keramik vazamız haqqında sizə danışım. Bu keramik məhsul bizim Nardaran Keramika və Tətbiqi Sənət Mərkəzimizdə sənətkarlar tərəfindən hazırlanır və üzərində gördüyünüz bu rəsm əsəri miniatür sənəti ilə hazırlanır və müxtəlif əsərlər bu üsulla vazanın üzərinə və yaxud da ki, bəzi məhsullar üzərinə əks olunur. Bu məhsul unikaldır. Niyə görə unikaldır? Çünki bu əl əməyinə əsaslanır və bu məhsuldan cəmi bir dəfə əldə etmək olur. Çünki bu təkrarlanmır. Sənətkarlarımız, rəssamlarımız tərəfindən işlənilir. Həmçinin xammal olaraq çox keyfiyyətli və davamlı məhsullardan istifadə olunur. Xüsusi sobada bişirilir. Bu vaza deyərdim ki, həm dekorativ, həm də funksionallığı ilə seçilir. Daha sonra mən istərdim sizə vitraj sənəti ilə bağlı danışım və bizim vitraj nümunələrimizdən daha çox müxtəlif milli ornamentləri özündə əks etdirən, göstərən bəzi məhsullarımız var və turistlər tərəfindən daha çox bəyənilən məhsullardan biri də bizim armudu stəkanlarımızdır. Elə armudu stəkanları da sizə göstərmək istərdim. Deyərdim ki, bu məhsul turistlər və müştərilər tərəfindən həm çox alınan və maraqla qarşılanan bir məhsuldur. Vitraj üsulu ilə hazırlanmış armudun stəkan dəstimizdir. Biz bunları sadə təqdimat əvəzinə daha çox milli ruh qatmaq məqsədi ilə müxtəlif milli ornamentləri üzərində əks etdiririk. Məsələn, burada gördüyünüz Qarabağ bölgəsinə aid olan Çələbi xalça motivləri əsasında hazırlanmış bir stəkan dəstidir. Həmçinin növbəti armudu stəkan dəstimiz isə bu isə Qazax bölgəsinin xalça elementlərindən, xalça naxışlarından istifadə olunaraq üzərində sənətkarlar tərəfindən bu cür şəkillər çəkilir. Növbəti sənətkarlıq sahəsi olan taxta oyma məhsulları ilə sizi tanış etmək istərdim. Bu şahmat dəstidir və burada gördüyünüz bütün məhsullar, dəstin özü və həmçinin fiqurlar oymaçılar tərəfindən hazırlanır. Üzərində gördüyünüz bütün fiqurlar bizim milli abidələrimizi əks etdirir. Həmçinin Qobustan qaya təsvirləri burada öz əksini tapır. Bunların hər biri əl əməyinə əsaslanır və oymaçılar bunu təbii ağac materialından hazırlayırlar. Etnobutikdə dekorativ tətbiq xalq sənətkarlığı nümunələri ilə yanaşı burada bəzi qida məhsullarının satışı da həyata keçirilir. Məsələn, müxtəlif bal çeşidləridir, daha sonra mürəbbələrdir, təbii yağlardır, quru meyvələrdir, çaylardır. Bu kimi rəf ömrü uzun olan və xüsusi bir saxlanma şəraitinə ehtiyacı olmayan məhsullar təqdim olunur. Məsələn, burada siz müxtəlif bal çeşidləri görürsünüz və bu balların hər biri müxtəlif regionlarda sahibkarlar tərəfindən yığılaraq bizə göndərilir. Biz isə onun satışını həyata keçirdirik. Deyərdim ki, bizim qida məhsullarımız da kifayət qədər müştəri bazası var və kifayət qədər də yaxşı satışı həyata keçirilir. Növbəti qida məhsullarımızdan olan 5 növ çay məhsullarımızla sizi tanış etmək istərdim. Bu bizim Xəmsə brendimizdir. Zaqatala rayonunda sahibkar tərəfindən öz plantasiyasından, öz çay plantasiyasından bu yığılır, qurudulur və qablaşdırılaraq bizə təqdim edir. Biz də öz növbəmizdə məhsulların satışını həyata keçirdirik. Daha sonra istərdim sizə bizim mürəbbə çeşidlərimiz haqqında danışım. Bu mürəbbə çeşidləri Qubabad Factory-də Bakı tərəfindən istehsal olunur. Həmçinin Zaqatala
məhsullarda istehsal olunaraq bizə təqdim olunur. Burada müxtəlif çeşidlər var. Qarpız mürəbbəsi, alma mürəbbəsi, heyvan mürəbbəsi, boranı mürəbbəsi, qoz mürəbbəsi, daha sonra badımcan mürəbbəsi. Həmçinin fürsətdən istifadə edib bizim yeni bir məhsulumuzu da sizə tanış etmək istərdim. İsmayıllı rayonunda Abadçı tərəfindən istehsal olunan şam qozası bəhməzidir. Həmçinin bizim bu Abadçımızın müxtəlif növ sirkələri də mövcuddur. Əlavə olaraq burada sayı ondan çox olan ədviyyat çeşidlərinin satışı da mövcuddur. Burada nanə qurusudur, hil, qara çörək otu, qırmızı bibər, raziyana, darçın, sarımsaq tozu, bu kimi digər ədviyyat çeşidləri də mövcuddur. Həmçinin mən istərdim sizə bizim təbii yağlarımız haqqında da məlumat verim. Bunların hər biri soyuq sıxım vasitəsilə həyata keçirilir, hazırlanır. Buraya alaqanqal yağıdır, qarazirək yağıdır, kətan yağı, balqabaq yağı, kokos yağı, badam yağı və bu kimi digər faydalı yağların satışı mövcuddur. Həmçinin az öncə qeyd etdiyim kimi İsmayıllı rayonunda fəaliyyət göstərən Abadçımız tərəfindən müxtəlif növ sirkələr hazırlanır. Məsələn, alma sirkəsidir, yemişan sirkəsidir, bal sirkəsidir. Bu məhsullar insan orqanizmə xüsusi faydaları mövcuddur və hər birini bizim etnobutiklərdə, satış mərkəzlərimizdən əldə etmək mümkündür. Nərmin xanım, Abad etnobutikləri müştərilərinə nə vəd edir? İstədik onu bir cümlə ilə bizim üçün qısa ifadə edəsiniz. Abad etnobutikləri müştəriyə məhsulla yanaşı, məhsulun ərsəyə gəlməsində zəhmətin, əməyin, o hekayənin təqdim edir. Həmçinin Azərbaycan mədəniyyətinin necə unikal və əsrarəngiz olduğunu göstərir. Fırat Ancaza, ben İstanbul, Türkiye'den geliyorum. İlk defa geliyorum ülkenize, şehrinize. Yani buranın kültürel altyapısı, özellikle şu an bulunduğumuz yer gerçekten beni çok etkiledi. Çok güzel bir yer ve çok güzel ürünler var, çok güzel yöresel ürünler var, çok güzel çalışmalar var. Benim için de farklı bir deneyim olmuş oldu. Abad etnobutiki təkcə bir satış mərkəzi deyil. Milli mənəvi dəyərlərimizin müasir formada təqdim olunduğu canlı bir mədəniyyət guşəsidir.